komedixana. Gülməli məzəli səhnələrlə sizə gülüş verir komedixana. Yepyeni səhnələr bizdə izlənər, şən parodiyalar hamısı bizdə. Burada var bol yumor, bol əyləncələr, edirik hər şeyin ən gözəlini. Sizlərə gülüşüb bəxş edərik biz, sizin qarşınızda komedixana. Deyirəm, ay arvad, hazırlaş. Gedirik nəvəmizi görməyə. Əliboş nəvə yanına gedərlər. Ay qız, əliboş nöş gedirik. Buna bax. Gör nəvəmi üçün nə aparıram. Piredo bezi. Bunu ki, uşağa bağladılar. Uşaq quzu kimi yap. Hələ buna bax. Piredonun nəm salfetləri. Piredonun maye sabunları. Day, bundan artıq mən uşaq üçün nə aparmalıyam? Başın işləyir sənin. Genə dedi, başın işləyir ya. Ay qız, keçən dəfə də ad günümdə mikrofonu götürmüsən ki, sənin başın işləyir. Olmadı ki, götür bezləri. Yaxşı, sonra dalaşarıq. Mən Offside mağazasında satıcıyam və məktəblilərimiz üçün Oyal məktəbli ləvazimatları satıram. Məktəblilərimiz bizim məhsulları çox sevərək istifadə edir. Elə ona görə də məşhurlar bizi seçir. Biz də buradayıq. Bu dəqiqə. Bu dəqiqə Xəzanə xanım. Bizim sevimli dostlarımız Qardaşlar Mebel artıq biznes sahiblərinin də yaxın dostuna çevrilib. Kimin ofisində qonaq olsaq, orada Qardaşlar Mebelin loqolu məhsullarını görürük. Rəhbərlər üçün ofis masaları, Qardaşlar Mebelin öz istehsalı olan işçi və rəhbər kresloları, dolablar, toplantı masaları, seyflər, divanlar və daha nələr yüksək keyfiyyətdə təqdim olunur. Ən böyük üstünlük də odur ki, məhsulları ofisinizə uyğun ölçüdə sifariş verə bilərsiniz. Şirkətimizin Həsən Əliyev 12 ünvanında məhz ofis mebellərindən ibarət böyük şorumu mövcuddur. Mütləq bizim dostlarımıza baş çəkin. Baba, zirvələrə necə uzala bilərəm? Mənim balam, çalış, haqqın tərəfində ol. Əhdə vəfalı ol. Bir də halaldan qidalan. Halal olandan yemək cismin qidasıdırsa, halaldan yedizdirmək ruhun qidasıdır. Rosko, yalnız halal. ASCO, Wiesmann, Daikin, Grundfos, Lamtech, Espe, Efebi, Siemens, Kanterim kimi qlobal markaların məhsullarının rəsmi tərəfdaşı olaraq birbaşa idxalını təmin edir, müştərilərinə yüksək keyfiyyət və sərfəli şərtlərlə xidmət təklif edir. ASCO-dakı bütün məhsullar Alman brendləridir. Ünvanları da çox asandır. Ağşəhər, Raffle Tower, 16A. Qonaqlar əsasında bizim dostlarımız buradadır. Yəni, qışın oğlan çağında əgər biz o soyuğu hiss eləməksə, bizim o kombiyə və radiatorlara görə təşəkkürlərimiz Azərbaycan Service Companyaya bir gürültü alqışlar gəlsin bizim dostlarımıza. Bu günlərdə buradadır. Şəxsən Yura müəllimə təşəkkür edirik. Sizin bütün kollektivi salamlayırıq. Xoş gəlmişsiniz. Gürültü alqışlar bizim dostumuzu. Xoş gəlmişsiniz. Və biz dostlar davam edirik. Növbəti sənəcəkdə qısa məlumat verim. Çox vaxt almaq istəmirəm. Adətən bacıların, bacı və qardaşların mehribançılığı biz harada ən çox sınanır? Atanın özündən qoyduğu, özündən sonra qoyub getdiyi mirasın bölgüsündə. Bu miras bölgüsündə həqiqətən görsən bu bacı qardaş mehribandırlar, yoxsa elə mehriban görsənirlərmiş. Elə səhnəcimiz də belədir. Atadan sonra qalan miras deyirik və gürültü alqışlarla biz davam edirik. Bahar. Dədən deyən özünə gəlir. Bir dəqiqə sən də bax özün. Ata! Ata yaxşısan? Bir dəqiqə. Ata özünə gəldin. Ata mənəmi Bahar. Ata! Ata! Kızım, Can! kızım başımın üstünde kimler var? Can ata, can! Mənəm, qızım Bahar. Bir də kürəkənin Novruz. Ata, ata!
Anı kürəkən görmürəm. Oradadır ata. Buradan bax Aqalata, buradan bax. Ay kürəkən, Hacar. mən ta yavaş-yavaş üzü o dünyaya gedəcəm. Elə demə Qaynata, elə demə. Nedir? Elə demə. Bax, Qaynata getmişəm, naşatır almışam ki, nəsə olsa səni aldım. Bax, otağa yığmışam hamısını, xəstəxanadan. Elektroşok gətirmişəm. Deyirəm birdən İraq, ürəyin gedər, sana şok verib səni ayıldım. Sonra bax, oksigen aparat gətirmişəm. Deyirəm birdən İraq, nəfəsin çatmaz, sana oksigen verim. Nara? Hay? Ay, Hay? ay, Hay? ay. Hay? Ay, heç nə ay eləyirəm da. Ay, Məndən belə dur, məndən nəsə söz deyirsən, mən də. ölməyə Niyə də söz qoymur. Özün al, əsəbləşdirmə. Uşaqları qorxuzma. Qızım, Hə, nə verim? Nə verim? Ata, mikrofon vereyim sənə. az mikrofon neyirəm, sağlıq dəyəcəm. Nə verim də nə? Su ver, bax. Su, atam su istəyir. Atam su istəyir. Qəs özün verəcəm, qaç, özün Qoy mən verim də buradayam. Ya sən hamısını versən yazıb boğulub eləyər. Yavaş, ona suyu yavaş vermək lazımdır. Bir dəqiqə gözlə. Köpək oğlu lavaş sulursan. Ay, Dağdağı ıslansa bəs eləyir. Ona suyun hamısını vermək olmaz. Kürəkən sən bilirsən də. Ay, Ha, mənim nə qədər şirkətlərim var. bilirsən nə deyək? Hamımız onunla dolanmırıq mı? Mən gərək day, Ha. malımı, mülkümü vəsiyyət eləyəm. Mən bu oğlanlarım hardadır? Yox, ata. Oğlanların istəyir, deyir vəsiyyət eləyəcəm. Mən getmə, ata. Aqalata. Hara gedirsən, ata? Ata, getmə. Sən getsən bizim üstümüzdən biz neyniyərik, ata? Sənsiz ölərəm, ata. Hadi yaxşı da lan bu. Nəvələrini kim böyüdər, ata? Ay kiri bu. Kulağım cırıldı. Dur səsini atıp başına. Baş benim ses götürmürəm beni. Ay, Ata. cırtı yok değil abi. Aqalata. Qalata, sən bu oğlanlardan yenirsən, ey. 2 dənə oğlum var. Biri sənin özünə oxşamayıb. Nə sadiqlikdə, nə belə dostluq hörmətdə, nə belə nətərəm kürəkənə olan sevgidə. İnandırım səni qaynata, mən dünyada sənin kimi ikinci qaynata tanımıram ki, kürəkənini bu qədər sevsin. Lazımdır, onun başını bırak. Sən elə söhbətlər eləməyək, sən yaxşı söhbətlər eləməlisən bu dəqiqə. Bu məsələn, bəs şirkətdən danışırdın. Qəşəng mövzudur, mən xoşuma gəldi. Elə onun üzərindən gedək, Düz deyir, ata. Sənin bir oğlun var, o da kürəkənin Novruz. Ay, sağ ol. Min oğula dəyər, ata. Hə. Elə yaxşı ərdir, ata. Ata, ölmə, ata. Ata, getmə, ata. Ata, nəvələrini kimə qoyub gedirsən, ata. Az Gel yaxşı dur. da bu. Oy! Qoyun dibinə çıxırsan, ya bunu var. Oy! Kulağımın pərdəsi cırıldı. Hey. Gərək mən bütün malımı, mülkümü vəsiyyət eləyəm qızım. Hə? Belə dursan belə. Vəsiyyət eləyəm gərək. Hə, ata. Aha, başlayırıq. Novruz. Ta o mənim, o kişi var ya, ağsaqqallı, ağpaltarlı. Ta ona özünə baxmağa özüm qalmayıb. Hər dəfə gəlir məni apara bilmir. Elə hər dəfə deyirəm, imkan ver nəvəmin toyunu görəm. İmkan ver yubleyimi eləyəm. Axırıncı dəfə qayıdıb mənə bilsən nə dedi? Nə deyir? Ya da yekəksən adamın qanacağı olan mərfət olan. Ta yekunlaş gedək də. Ta ona görə mənim üzüm gəlmir qızım. Ata, getmə, ata. Vəsiyyət mi eləyəcəm qızım? Başlayaq, uyutmayaq, başlayaq. Ata. Ata sana qurban olum hayat. Ay dədə! Ata sana qurban olum hayat. Gəldilər, Ay dədə! gəldilər. Ata, Sən qurban olum ay dədə! ata Harun ağrıyır, ata. Ay dədə! Ata! Əziz zəhrim ay. Dədə qurban olum bana bir söz de! Bir söz de bana dədə!
Salım oğlu, elə bir qazı əlli uçurmuşun oyun dartır, ey. Ata bacı mənə zey vuran kimi qaçdım gəldi. Dedi atın özü yaxşı hiss eləmir. Ata belə qaça. Belə. Ata Primorskıdan qaça gəlmişəm. Nətərsən Harun ağrıyır? Ne yaş tez gelipsiz, ne yaş tez gelipsiz. Başınız gözümün qabağında 3 gündür yalvarır ki, dədenizin halı pisdir. Haradaydınız ha oğullar? 3 gündür atam sizi gecə gündüz səsləyir. Hardasınız? Adını qardaş qoymuşlar. Hardasınız? Harada cevap ver, de cevap ver. Eşdən kimi gəlmişik. Buraya gel, buraya gel. Nedir? Nedir? Buraya gel. Nedir? Özlü yalandan. Neden görüm anlatayım? Atama belə şirinlikləşdirib göstərməyin. Şirinlikləşdirməyik. Şirinlikləşdirməyik. Get qarnını qaşı. Get qarnını qaşı. Bilirsən nə var? Bilirsən nə var? Ay ki, onları mən deyirəm də. Hə, onlar deyirsən. Deyirəm ki, sən özünü şirinlikləşdirib atamın gözünə soxma, ey. Bu qədər kirəkənlər var. Niyə onlar qaynatasını bu qədər çox istəmir? Sənin istəyində bir maraq var, maddi maraq var. Bəli. Maraq var. Bəli, marağım var. Mən hələ bu fani dünyada bir kürəkən görmədim ki, öz belə kasıb qaynatasını sevə. Ona bir şeirdən mi deyim, ona bir mahnıdan mı deyim, ona bir balaylıya pul versin meyxanadan mı deyim. Heç kim eləməyib onu. Elə mi? Kasıbda. Ben ilk olacağım elə sizin acınızda. Darıq bilsiniz. Bəli, gecə gündüz bu kürəkənin Novruz onun başının üstündə əziyyətini çəkir. Hardasınız? Adını qardaş qoyanlar. Bu deyim də baş. Deyim hardaydı. Hardaydınız? Adama oğul qalır, ey. Bəli. Oğul qalır. Amma ömür boyu mənim dədəm sənin üçün bazarlıq edib sənin qapıma daşıyıb. İstəyir bundan sonra 5 parmağın bala da soxub sənin ağzına qoysa. Sən düzələn dözsün. Sən onu demə, onu demə. Elə. Ona de ki, bundan sonra dədəm 5 parmağın balayıb ağzıma da qoysa düzələndə ölsə. Onu de. Ne gözəldir öpür. Qardan alma. Malades. Düzələn dövsən. Gel qəbirstanlığa bax. Nə qədər şirinlik erirsən ilə qaynatma. Qəbirlərin üstünü oxu. Bir dənə yazılmayıb, əziz künəkəlindən qaynatasına xatirə. Yazıblar ki, oğlanlarından xatirə. Bəli. Elə mi? Elə mi? Elə sizin qarşınızda ben elə o kürəkən olacağım. Siz darıxmayın, darıxmayın. Siz düşməyin də mənim ərimin üstünə. O lazım olan momentdə qaynatasının yanındaydı. Ayağını yurdu, qızdırmasını ölçürdü, yeməyini yedizdirirdi. Mən o kürəkənəm ki, Bəli. mən o kürəkənəm. Bu kişinin ayağını yığ, yağ bıçağıyla bunun dabanını qaşımışam. Ana dədən söz demirsən, ana dədən. Qurban olum, ana dədən, ma bir söz de. Ma bir söz de, oğluna bir söz de. Atamına bir ne söz dilen? Söz deyib, De. bəri gələ, Bəli ata. yaxın gələ. Ha. Qulağı bəri gətir. Oğul boyu qızı yerə soxur. Nəsə? Şükür ha, dedem nefes alır ya. Dedem danışır ya. Siz xəbəriniz yoxdur, mən sizə bir şey deyim. Deyin ata. Mənim 8 yaşımdan mən işləyirəm, pul qazanıram. Bəli. 19 yaşım olanda nəsil mən başıma andisidir, nəslin axsaqqalı idim mən. Bəli. 19 yaşında. Bəli. Ondan sonra mən işlədim. Sən çıx da. Yox, nə işdən çıx, iş qurdum, bizneslər qurdum, bütün işlərimi qurdum. Mənim sonra bütün avtomobillərim, evlərim, villalarım. Bilirsiniz də, seyfdə mənim qızıllarım. Ata mənə bax, biz onu övlad olaraq bilirik. Bu kürəkənin yanında hər şey danışmadı ata. Sən çıx çölə. Uy, başa çıxmadım ya. Çıx çölə. Niye? Dədəm vəsiyyət edir. Burada ancaq ailə olmalıdır. Bacım var, qardaşım var, mən varam. Sən Stuart Lişni, çıx. Çıxım elə mi? Çıxım elə mi? Beşdə, mən çıxarım. Mən yəsizəm, mən burada nə qaram? Ay, hara gedirsən, Novruz? Hara gedirsən? Unutma ya, sən 5 uşaq atasısan. Beş görüm, 5 uşaq ata. Mənə bax, qardaş. Mənim ərim lazım olan yerdədir, okey?
xoşuma gəlmir, xoş getdin. Nə qədər mən nəfəs alıram, nə qədər ki mən bu evdəyəm, ərim də başımın üstündədir, Toçka. Sən yaxından nə pis görünsən ha? Eğer belə bilirsinizsə, Hə. onda deyim məlumatınız olsun ki, Nə deyirsən? mən Bəli. öz malımı, mülkümü, Sənin qadın. Diyan. Finallaşma momentidir diyan. bəli, indi qol vuracağım gözdə. Malımı, mülkümü, sərvətimi, hamısını yaxşı ki gəlib çıxdınız. Sağ olun. Şahid olun ki, kürəkənimə verəcəm. Bəli, Ay sənin qadağanım mən sənin qadağanım. qata görmüyor. Ay mən belə bir kişilə nə tərəf axıramayım var mı? Ay qaç bir dəqiqə mən onu öpəcəm, qaç bir dəqiqə. Mən qaç bir dəqiqə səni əlini öpəcəm mən. Mən həqiqətən fəxr edirəm ki, mən belə bir kişinin kürəkəniyəm. Ümumiyyətlə, eşq olsun, öz kürəkəndən maya bıraxıb, ona dəstək olan qənət eşq olsun, mən belə bir kişinin olayım. Malades! Atam ölüm ayağındadır. Ağzının danışığını bilmir. Ağzının danışığı prosta danışır. O demək, görə onları sənə verir. Kim danışam ya? Atam. Yəni, laf da yaxşı danışır ha, sonra laf da yaxşı danışır. Sən ölməli baxın. Daha geçmiş Duzan yanında. Kəlmə ağızdan bir dəfə çıxar. Belə bir kişi də sözünü təkrarlasın. Kişi ağızdan bir dəfə kəlmə çıxar, düzdür mü? Bəs satın məni. Bir dəqiqə gözləyin. Bir dəqiqə. Mənim atam 16 şirkətin rəhbəridir. O necə ağzın danışığını bilməyə bilər? Yaşa. Necə? Atam çox yaxşı bilir nə edir, çox yaxşı da bilir nəyi vəsiyyət edir. Siz də qarışın. Ay sağ ol. Nə biçimsə kişinin üstünə. Ürək istəyir, kürəkəninə vəsiyyət edir. Sizə nə? Ay sağ ol. Yaxşı əmiyyə. Ya basın var ha. Tamam getdiniz ha, tamam ya. Öpürəm səni qadağalarım. Sən kişi adamsan. Sən ölürsən, səni bir Hep dolu hepsiz. Dedem o hareketi eləsə, mən sənə deyirəm ata, malımı mülkümü buna versin. Mən səni atalıqdan siləcəm. Gör mən nə deyirəm. Gör mən nə deyəcəm. Nə deyirsən? Dədə, sən əgər malı mülkü buna ver, səni atalıqdan siləcəm. Yaman sarsırdı, yaman pis oldu her kişi. Dedim. Yaşlı arvadların yanında da ağlamayacağım. Heyratıq forusları. Bəli. Bəli gəldi. Yadımda da həmişə mənim uşaq vaxtı heyratı deyirdi ata. Heç də dəyişməyib sana demir o vaxtda. Deyirəm ki, ay oğul. Bəli. Bax, indi görürsünüz nə yaxşı gəldiniz, bildiniz ki, malı mülkü bölürəm də. Bəli. Və bu vaxta kimi bir gəlib atanıza dəymədiniz. Ay sağ ol. Bir həkimə aparmadınız. Bir gəzməyə aparmadınız. Yanımda olmadınız. Bir bulvara aparıb məni gəzdirmədiniz. Nə oldu, indi durub gəlmişsiniz? Nəsə de, təkrar eləyim, sözüm yoxdur. Ata, sənə qurban olum. İndi biz səhv eləmişik də, indi kes günahımızdan. Ata, əgər bizi bağışlayırsansa, sənə qurban olum. Gəl səni girim qoltuğa, aparım bulvara, gəzdirim səni orada nə qədər istəyirsən. Gedək bulvara gəzdirək. Bulvara aparırsınız məni? Hə. Gəzməyə? Bəli. Hətta yaxşı, nə deyirəm? Bu dəqiqədən, hə? Vəsiyyət teması oldu eləmi? Mənim başım bıraxdın eləmi? Bu vəsiyyət, bunları tərbiyələndirməkdən yanaydıdan, ha? Necə dəlmə buradan? Hay? Necə dəlmə buradan? Hay? Deyirəm, geri cəhənnəm ol buradan! Əsəbləşmişəm, əsəbləşəm mən. Mən əsəbləşəm, mən də insanam, mən də əsəbləşəm də. İnsansan, əlbəttə əsəbləşə bilərsin. Əsəbləş də. Gedir eləmi bunlar? Dədə, qoy əsəbləşsin, biz gedək. Gedək, bala, gedək. Qəşək bulvara, marozna yiyək, qəşək karsellərə minək. Eləmi? Gedəkmi? Gedək ata. Gedək. Gir qoluna qaqa. Gəl, sənə qurban olaram. Gəl ata. Sənin dədənin təmiz başı qaçıb ya. Bu nə sözdür mənim atam barədə deyirsən? Düz deyirəm sənə. Deyir evlatlarıma dərs verirəm. Mən dərs, bunu məktəbdir, sən dərs verirsən burada. Sakit de. Sakit de. Dağarsan. Bu nə sözdür deyirsən mənim atam? Sənə sonra söhbət edəcəm, dayan səni bir tanırım. Olmadı ki sənki də.
Predonun tuman bezlərinin istifadəsi çox sadədir. Rahat geyinilir, belə tam oturur. İstifadədən sonra hər iki tərəfdən asan aç, qatla və at. Analar gülsün, balalar xoşbəxt böyüsün. Ay kişi, sənə tapşırmışdım ki, evə gələni meyvə al. Uşağa şirə çəkəcəkdim. Ay qız, daha ehtiyac yoxdur meyvə şirə çəkməyə. Qəbələ konserv zavodunun istehsalı olan natura meyvə şirələrindən almışam. İnsan əli dəymədən tam avtomatlaşdırılmış, gigiyenik şəraitdə hazırlanmış meyvə şirələri. Aynen sana meyve şahs demiştim, ne oldu? Heç nə valla, atam məni yanıtmayıb. Meyvə onu gətirməyib. Ay bala meyvə almamışam, natura meyvə şirələrindən almışam da. Ay ana, bana sen boş verdim. Atam elə bu sefer yağdıp da. Ben elə bundan aktardım. Vesselam, ananas en sevdiğim. Axşama futbol var. Dur hazırlaş da. Hazırlaş deyəndə neyniyim? Durun məşq edeyim. Şey yoxud nə məşqi? Biz futbola baxa-baxa nə yeyəcəyik? Sən ona görə narahat olma. Tapmışam, tapmışam. Gətir görüm. Chico'nun yeni dadları. Qarğıdalı aromalı çips fıstıq. Bəh, 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 bəh. Kabab aromalı çips fıstıq. Bəh, bəh. Paprika aromalı çips fıstıq. Gətir onu, gətir bəri. Qoy bura, qoy bura. Mənə bax, bu futbola qədər bizə çatmayacaq. Düş birini də al. Ha, qonşuya veşlərin ağırlar, ver kömək edin. Yo, çox sağ ol, ağır deyil. Oba marketə gəlmişdim. Evimizə ən yaxın market Oba marketdir. Gündə 10 dəfə də düşüb qalxsam yorulmuram, sağ olsun. Elə mən də alış-verişə Oba marketə gəlirəm. Deyir ki, uzaq qohumdansa yaxın qonşu yaxşıdır. Həqiqətən də Oba qonşuda ən yaxın marketdir. Sağ ol, ay qonşu. Sağ ol, sağ ol. Hel sürətli böyüməsi və artan qlobal populyarlığı ilə dünyanın ən sürətli inkişaf edən sərinləşdirici içki markalarından biridir. 2006-cı ildən 100% Macaristan brendi olaraq bazara çıxan Hel qısa zamanda liderliyə yüksəlib və bugün 60-dan çox ölkədə istehlakçıların seçiminə çevrilib. Yüksək keyfiyyət, əlçatan qiymət, güclü marketinq və müasir istehsal infrastrukturu Heli sərinləşdirici içkilər bazarında unikal və etibarlı brendə çevirir. Hel gücünü keyfiyyətdən alan qlobal liderdir. Bəh, 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 bəh. Bəxtəvərə bax, bunun figurasına bax. Həsəd aparmayın, siz də arıqlayın. Ay bacı, mən arıqlaya bilmirəm axı. Gəlin sizə çarəsini deyim. Hə? Baxın. Alfa-Xrom. Alfa-Xrom dərman deyil, qida əlavəsidir. Hər səhər bir tabletka ac qarına yeməkdən əvvəl atırsınız, bax gün ərzində iştahınız tamamilə ölür. Qaraciyərdə piylənməni əridir, maddələr mübadiləsini sürətləndirir. Bax, mən onu mənə görüm. Mən aptekdə öləmi? Aptekdən özüm üçün almışam. Gedin siz də alın, mən məsləhət verdim. Və heç uzatmadan keçid alırıq növbəti səhnəmizə. Növbəti səhnəmizin mövzusu nədir? Bugünkü növbəti səhnəmiz musiqiçilər haqqındadır. Onlar üçün ilk növbədə bir alqış istəyirəm. O musiqiçilər ki, siz onları yalnız və yalnız Gəlin Gətirdidə görə bilərsiniz. İşləri çox ağırdır. Başlarına da gəlməyən hadisə qalmayıb. Alqışlarınızla Bəxtsiz bəy. Tamam. Gəlin, qəşəkdən mahnı ifələcəyik, pulumuzu yığacaq, çıxıb gedəcəyik. Tələsmə də, o gəlsinlər də, qaqaşda, o gəlsinlər də. Ay, talaqdına bəyin atası oynasın. Düşsünlər də, maşından düşsünlər, qaqaşda, bəyin atası hardadır? Prado'dadır, düzdür? Prado'da oynasın o. Gözə gəlsin, qaqaşda, şey deyərik də, sən maşallah, təbəssümdür, təbəssüm. Başa bax. Qaqaş tələsmə, o gəlsinlər, rahat da, sonra dəyərlər görməmişlər. Sizə görə mən zülümlə tutmuşam mən bu toyu. Nə varım, tələsərəm də, sən o... Axırıncı toyu sən də tutmuşuq biz, xəbərin var? Maşallah olsun, təbəssümdür, təbəssüm. Axırıncı toyumuz olur dekabrın 3-ü. Yoxdur toyu, biraz qaçıtmayın. Yox, nə varım, tələsərəm mənə, sən
Bəyin atasının cibindəki başqanı gördüm. Gördüm ha. Canımsın. Gördün sən? Mişkanı. Hə, mişkan. Yoxdur bu, yox deyə bu. Demədin mişkanı. Demədin mişkanı. Mişka yox, paşkanı. Canımsın, kişinin bəyin dədəsinə bir dənə burada paşka var idi. Elə bircə kəlmə dedim ki, Asakal, muskatlara bir dənə görün baxın eləyəcək. Muskatlar da ifa eləyəcək, gedəcək. Bunu demişdim, gördüm $100 çıxartdı. Dik cibimə. Yoxsa dur nə? Canımsın, o nə məclis idi, sənin başına dönüm getmişdi. Sən duran, siz toya getmişsən. Gəlin gətdiyə getmişdim. Neçə kişi sənələr, biz söyüş qoymuşduq axı. Söyüş qoymadıq ki, biz ayrı-ayrı toya gedən filan qoymadıq. Qoyduq. Hə, yox, amma zülüm çəkmişəm, inanırsan zülüm çəkmişəm. Gəldi, demək, şirinlik istədim bəyin atasından. Uzaqdan gəlir, çıxartdı belə manatlıq paşkasını. Əmin çıxartmışam, vermə da qoyum zimmə. Cır paşkanı tulla başıma. İndi qarmon ifa edirəm. Bu paşka da dağılan kimi küçədən nə qədər uşaq var idi, darışdı pula. O qarışqa dalaşar mətə. Problem. Canım üçün, indi qarmon ifa elə. Birinə göz ağardıram, birinə qışqırıram, birinə əlin tapdalıyla pul götürən yerdə. Zulüm çəkirəm də. Elə tələkəmən belə ifa edirəm, gördüm düz ortama koma puldu ki, manatlıq. Onu götürmək istəyirəm. Əyilləm götürəmirəm, əlimdə işdə qarmon işləyirəm. Bir dənə uşaq oradan gəl, qamarra pula. Gördüm pulu götürür, dözənmədim. Bu qarmonun dilləri burası ilə. Onun qulandan bir çimdik götürdüm. Uşağın? Hə, bax uşağın qulanına bax, belə çimdik götürdüm, belədir. Ana! Dedim pulu qoy. Elə zulüm çəkdim, o yerdən qarmonu ifadə pul yığdım. Nə, ortada nə, 13 manat. 13 manat. Samballı kişi, bu kişi samballı. Samballıdır, oğlu dingilişdir. Oğlu dingilişdir. Sənə, o kişinin, heyf o kişidən ki, onun elə oğlu var. Hə, kişinin oğlunu gördün. Sən hara gəlmirsən, bilirsən ümumiyyətlə. Məclisdir də. Məclis yox, sən bu yoxdur ya bu. Həsən nə olur? Sən xəbərin var bundan bir. Demişəm ki, gedirik gəlin getdiyə vağzalı, sır gedi vağzala. Mən bunu gelin vağzaldan tutur demişəm mən bunu. Neyimi, darıxıram da. Ne darıxırsan? Burada yol da. Danışdırırsan beni ya. Neyinimi, mən öz gülmə darıxıram, ağlayıram. Mənim 38 yaşım var. Ki, mənim də öz toyum olmalıdır. Mənim də qapımda vağzalı çalınmalıdır. Mənim də sevdiyim var axı, darıxıram da. Bildin mi, 38 yaşına qədər evlənməmsən. Bura qalır. Bunu gecə 4-də anonla məsləhətləş də. Dilən ana, dilən ay ana, mən nə evlənəm biləm. Anonla məsləhətləş. Bizən deməm, anon mənə. Budur. Anama deyirəm 4-də məsləhətləşə, deyir hə. 11-in yarısı başın qoyur yatır. Mən sana dəyişdirəcəm ha sən də. Bunu da çıxarsan qırmızı kostyumu da. Mən rayon toyuna gedəmirəm. O gün getdin inək cümuf dalınca. Xəbərin var sənin? Xəbərim var. Xəbər məndə oldu da. İnək qatdı məni qabağına, inanırsan. Dırmaşdı da məni heyva ağacına. Hala gəlirlər. Bir dənə getdik. Dur ayağa, ayaq üstə sal da. Duram. Bir dənə elə eşsən. Bəyin atasından pul. Hala dayan da görməmiş alma, geçəcək kişisən. Getdi. Oy belə.
Az nə olur? Az qulaq çöpü kimi nə girmirsən qulağımın içinə? Bey, Uşağı bir toydu bir qol açaq oynayaq da. Sən bir imkan ver də bilmirsən. Sən görmürsən bu gəlin bayaqdan nə şey eləyir? Bayaqdan neçə qədəyə şey eləyib ki, harda qalmısınız? Gədə ona qayıdıb şey deyir ki, dədəm burada şey eləyir, oynayır. Bu qayıdıb deyir ki, gəlib burada şey eləyə bilmir. Və xalq sizi burada şey eləmir, gözləmir sizi. Yəni bu gəlin də belə şey eləməyə düzgündür. Görmürsən bu gəlini? Bəli. İndi imkan ver biz bir şey eləyək də burada. İndi nə qayraq? Gəlinin qapısına gəlib çıxdala qaydaq indi biz. Gəlinin qapısından niyə şey eləyirsən ki? İndidən gəlinin şeyini almaq lazımdır. Qazını. Gələndən sonra çox şey eləməsin. İndən belə şey eləyən sonra gəlib nə şey eləyəcək? Yaxşı, imkan ver də bizlə bir şey eləyək. İmkan ver. Ələrsiniz, ələrsiniz. Heç deyili belə bizə şey eləyirik. Özümüz üçün bir şey eləyirik. Qaytardı bu. Qaqa deyirəm ki, bizə də bir muskatlara bir görün baxım eləyəcək, biz də ifa eləyəcək, yola dağlaşacaq. Yanıb tökülüm, gör pul kimlərdədir. Deyirəm, İngil var bizə görün baxım şirinlik. Bəq elədiniz müəllim, eləsəz də sağ olun, eləməsəz də sağ olun. Ay dədəm bu mayım. Gör bu bankrot olar, gör bu bankrot olar. Yaşa, yaşa. Ha, yaxşı. Seni Dayı, ondan verden Bura gəl. O pulu çox da şey eləmə. Yenə başladı. Hələ qabaqda bizim nə qədər şeylərimiz var. Yaxşı. Biraz şey elə. Yaxşı, imkan ver indi şey eləyək də şimdi. Məni öldürüb telefonu. Buradan tutacam ama, əsəbinlə ona necəsə çıxırsan. Gör onlar da yetişirsən, bəyin atası ağır olar. Buna bax, belə oğul, belə şeylə. Heyif o arvatdan. Arvat şey eləməsə bircə. Çox samballar var, arvat yaxşı arvat. Bunlar heç. Dəymir. Samballı kişidir, samballı kişidir. Bir şey elə də bir şey elə. Bir şey başladı. Gel. Belə, bağzalı belə kökünə. Çox da şey eləmə amma bir şey elə. Heyf bu tər vağzalıdan ki, gör kimin üçün çalınır. Neyniyək? Samballı kişidir, samballı kişi. Pulu gördün. Sən nə olub, nə dərdlisən sən? Mənim də sevdiyim qız var. Mən də istəyirəm onunla qovuşam. Onunla vağzalı çalınsın, onunla bir toxanaya əl-ələ girər. Eşidirsən, adam nə qədər yorğanın altında oynan telefonla danışar. İndi yağışlar zatlar yağır, hava biraz sərindir. Yayda mən yorğanın altında nə tər danışacam? Ama gene yorğanın altında danışasın. Bir kısmı qaldırıram, belə eləyirəm hərdən, o heç. Eşidirsən? Yay gəlir, çıxın parkda danışın da. Yorğan altında ne danışın? Küstü də mən attım blokada, ona görə darıxıram. Kim? Nüşabə. Sən bu necə sevir ki, səni bloka atır? Ki, mənə dedi ki, toyumuz olsun da, amıncı toy olur da. Dedim, darıxma da, kakraz elə maya toyumuz olar. Dedi ki, onda bəs balayını hara fikirləşirsən? Dedim, elə may yaxşıdır da, mədə bağırsağımızın müalicəsi, gedərik Süntükiyə. O dedim, telefon söndü. Girdim, WhatsApp-a baxam, gördüm, şəkili yoxa çıxdı. İstədim, yığam ki, mənə blok atmışsan, gördüm, belə düyüt, bloklayam. Hirsən də attı mənə bloka, indi ürəyim partiyini şahbəy. Atar dayı. Ölürəm onu. Yesentiki vaxtıdır. Ölürəm. Balayına gedib Yesentikə nə yiyəsiniz? Qreşka yiyəsən? Mən uşaq zımağı vaxtında evlənin də. Bu da
Mənim sözümə qulaq asmaz, vaxtında evlənməz. Bunun balayı bir sən arz oldu. Harda? Naxçıvanda Duz dağda. Doğrudan. Duz dağında balayı olan. Ya məndə özür idi də, mən elə bir gəlinlə rəqs eləyəndə o Şimdi mənim axırım duman var ya, duman. Nağara çıxdı. O dumandan verdilər, mənim ciyərim asmam qayıtdı mənim. Asmam. Mənim axırıma nağara çıxdı da. Mənim də planlarım vardı, arzularım vardı. Atam məni evləndirir əskərdən gələn kimi. Ha dedim yo, mənim nağarı ilə planlarım var. Mən şəhərin mərkəzində ev alacağam. 200 minə S-Class alacağım. 38 ildən sonra ayıldım ki, yəni Meşləqədə sosyalım torpaq almışam. Ev tutmuşam. O da axırıncı yağışlar sağ olsun. Ev qaldı suyun altında. O da bu nişanəmə də arası dəydi mənimlə. Mənim S-Class sənbəz nə xəbər? Ha nə S-Class? S-Class'ım o idi. Bayaq 04'da sənin qucağında gəlməzdim ki. Mən 38 yaşında başa düşdüm ki, elə arzular var ki, nağarı ilə mümkündür. Adamın qəlbində qalır. Vaxtında mən 28 yaşında ayıldım. Getdim evləndim. Evlənəndə də ruzi gəlir, inandırırsan. Bəli. Evlənməkdən gözəl nə var? Evlənirsən, ruzi gəlir, bərəkət. Səndə bərəkət nə yoxdur? Yoxdur. Arvad yoxdur, ona görə. Arvad gələndə bərəkət gətirir, ruzi gətirir. Ölürəm Nişabit. Vaxtında evlənmək lazımdır. Bilsən, öyrətmək olmasın. 18-də sevdin. Bəli. 20 yaşında nişanlandın. Bəli. 22 yaşında evləndin. 24 yaşında uşağı atırsan, tutursan. Atırsan. Yavaş uşaq uşaq yelə. Atırsan. Hala məsəl üçün də uşağı belə atırsan. Amma ki, sənin ki 38 yaşın var ha. Bəli. 38 yaşında tutaq ki nişanlandın. Ay dədə. 40'da evləndin. Ay. Qaldı uşaq məsələsi. O pir sənin, bu pir mənim. O ocaq sənin, bu ocaq mənim. Həkim zar, tutaq ki 49 yaşında uşağı tapdın. Hala sən onu göyə atarsan ha. Şundan çıxada uşaq dəyəcək yerə. Yaş qalmır, baş qalmır. Mən bax, eşsən, sən bana qulaq asmır. Nə cəmatı yoldan çıxadırsan? Gül kimi subaylığın yaşayır da. Nə subaylıq? Kef elə. Gecə 3-ə kimi damlıq oyuna gəlir rahatı. Evləndi mənim əlim bala batdı. Hala ağlın olsun, hayıf da öyle evlənmək, get kələm dolmavı ye. Hala canımı ki. Mənə bax, kələm dolmağı bu kafedə də verirlər də. Kafedə sana kələm dolmanı kim vermir? Get onu al, gəti qoy evə də. Pulun da kələm dolmasından çıxmasın da. Kafedə işləyən xalanı. Hala da bilmirəm, indi xaladır, şimdi al, qutaraq da. Ya nəvələri var ya onun. Hala nəvəsindən soruşsan, bəlkə verdilər. Çox qocadır o. Onda uşaq getdi 154 yaşa. Bana bax, bırak gel. Bəli. Yanıma. Sən bana qulaq as. Bəli. Subaylığın dadını gör. Mən evlənmişəm. Bəli. Çox peşmanam. Canım üçün. Sən demir evlənmək istəyirəm. Sağ bir dənə mesaj göndərirəm. Bax, bayaqdan yanınızdayım. Mənə tappatarab mesaj göndərir. Tappatarab. Tapır deyəm, inanırsan. Adıma bu qədər mesaj yazarlar. 30 dəfə demişəm ki, mənə yazdığın sözü bir mesajda yaz göndər. Bu mənə belə yazır. Salam, hardasan? Xarabandan xəbərim var. Gələndə bunu al. Danqadan mesaj yazır. Arvad yazar da, arvad mesaj yazar da. Neynəsin? Arvadın işləyir. Yox. Adı işləmir bu arvad, neynəsin evdə bekar? Neynəsin bekar? Mən bana Allah başladım. Bildim də bu yazışmalı da kimdən yazışsın? Kimdən mesajlaşsın? Məndən. Adı düşsə də, qəribə adamlar var ya. Sən mənə fikir vermə. Sana bir dəqiqə bir mesaj göndərəcəm. Mənə evdən mənə gələn mesaj göndər. Görüm ona dözə bilsən, o mesaja. Evdən. Sana deyəcəm ki, görüm bunu bədənin götürür. Baba, bu dəqiqə atıb mən. Səsə qulaq. Baxın. Abi, bu qazın kartına pul vur da. Qaz qutarıb qalmışam havamda, soyuq suyun altında. Bağışla bacı, bir qələt eləmişəm. Hala səndən deyil. Mənəndir. Mənə atıb bunu sən. Bunun arvadısı, bunun arvadı səni yazsın. Dedim elə bildim, məni danlayır. Bu mesaj əgər sənin dərin götürürsə, hərəm bunun 4 dəqiqə 12 saniyəsi də var. Orada dədədən girib anadan çıxır. Onu atarsan gecə qulaq açaram da hemen. Yəni, belə şeyə hazırsansa... Mənə bax, düz edir də. İnşabətini. Vur da qazı da. Qazı vur da, kişinin oğlu da. Qırmızını da geyinib gəlib, zalimin balası, elə bil qazaq pomidorudur. Gəl, mənə bax, gəl. Kövrəlir bax. Kövrəlir sən. Nişabəylə mağazanın sədaları altında. O günü səbirsizliklə gözləyirəm. Nişabəni görüm ama, 2 kəlmə ona söz deyəcəm.
Canım için iki kəlmə söz deyil. Bana gel buna da qutarsın da. Bu da bir yazıq da. Ya bir dakika. Ama bana bak. Neçə ildir sevirsiniz birbirinizi? 8 ildir. 8 ildir seviyorum. Ha, ölürük ya birbirimiz için. 8 ildir. 8 ildir. Ölün qutarın da dayda. Ölürsüz ölün qutarın da dayda. Aliyənə soxum səni. Leyli məzundur. Leyli baxdı ki, 1 il 6 ay gözəl gördü, məzundan xəbər yoxdur, çıxdı getdi. 8 il sevmək olar. Ha, 8 ildir sevirik birbirimizi. Ölürəm onun için Nüşabə için. Mənə bax, cəmaatın toyudur, pozitiv olur belə. Nüşabə yeri dör bura. Sən indi özün pul qazanmırsan, icazə ver ailədə adamlar, biz pul qazanaq. Səndən olsa evlənən zibil olmayacaq. Bir dənə yün var, gəlirlər. Əmi toyumda özümüz idarə edərik. Mənim toyumu. Mənim toyumu özümüz. Özüm çalacağım sənin toyu. Tək olsun, gedək toya. Necə? O toy oldu, getmədi. Əmi, mən sənə bir dənə söz deyim. Bu kişi yox ki səni. Elə Nüşabə neyinir, düz edir də. Hazır olun. Gəlirlər. Uy dede. Narahat olma, cəmatın qanını qaratmır da. Sənin də toyun olacaq. Nüşabə ilə də sənin toyun olacaq. Ha? Kim? Nüşabə. Nüşabə nədir? Nüşi. Sen onu dağıtacağım. Canım için dağıtacağım. O ele gidebilmez. Hala gedib şu xəbərin yoxdur sənin. Uca gitti. Nə dağıdarsın, nə? Nüşabə deyil o. Bildim. Canı basan Nüşabə. Bunu köküləyəm. Bəyin atası səhərdən 500 manatadan pul xərcləyib. Tüzün alsın əlimizdən. Ölürəm mən Nüşabətin dayı. Abi bağlamasanız oynamasın. Tələs. Canım təkəfür palatdan dağıdım. Tələs. Eşidirsən məni? Hə, dayı nədir ya? Gör nə deyirəm. Gördün gəlin şey eləməyin. Nə şey? Çıxardıq bunun qoluna qızıl qolbaq şey eləyirsən. Götürüb qolbağı telefonla şey eləyib atıb saçıb deyə ki, görsün qızılın qramı neçə şey olur. Görsən bunun sifətin? Aslan bəsdir, imkan ver də, bu toy indi başlayıb. Bir imkan ver, bir qolqaya da açaq oynayaq. Az bu qız hələ bu evə, bu ocağa gəlin gəlməyib. Sən indən maşanı alıb əlimə düşmüsən onun üstünə. Bəs indən şey eləməliyəm də. İndən şey eləməliyəm ki, sonra o mənim boynuma şey eləyəndə şey eləyə bilməyəcəm. İndi biz nəsəl bir şey eləyək. İmkan ver bir şey eləyək. Görək sonrası nə olur. Mənə bax, sən bu 10 gün içində bunu hardan tapdın, hələ getdin? Az tapmamışam. Elçi gəliblər bizə. Bu da padruqadır ki, bunun danışdığı sözə bax. Az yaşayıbdır. Ha, o qapıdan bizə də var da. Biz qapımızı ilk bağlamışıq. Bizim qapıya niyə gəlmirlər bəs? Ay qız, bəsdir də, yaxşı da, ayıb deyir. Nə oldu sənə? Ay qız, özünə gəl. Padruqam səni, daha partlamağa düşdün sən. Yaxşı. Cəmaata qanqaraçılıq sən gecdir. Alardın da, vaxtında alardın da, alardın. Görsən 10 gündə evlənib, 8 ildir neyinirdin? Nağara çalırdı. İndi gördün, toydan sonra nağara bu diye. Bir dənə. Şəmmanı, bir dənə şəmmanı. Şəmmanı.
Olmur, olmur. Olmur. Ha, ritmi niye sağladın? Camaat oynayın. Oynayır da camaat da oynasın da. Ne bilmirəm, alınmır da. Ne alınmır? Sen öz sevdiğin toyunda nağara çalabilirsen. Ben yok. Sen? Pul versə çalaram ha. Canım için bu dəqiqə mən onu Nüşabəyə qaçırtacam, deyən. Gəlin yaxşı qaçıram. Onu gəl qaçırtam, yaparım evimizə. Ola bir dəqiqə dayan. Qaçırtdın. Hə. Hara parif qalsın? Evimizə. Hansı bura kimi su olan evimizə? Ha? Ne olur, hələlik qoyaram kırış ya. Hala. Su yatandan sonra salaram evə. Akvaryuma balıq buraxmırsan, Yine kavu. Biz mənim onsuz dösə bilmirəm axı. Ola bildim də, tardı da söhbə. Tardı, baxdım mən sana nüşabə tapacağım. Sana ne lazım? Nüşabə. Nüşabə. Ben sana nüşabə tapacağım. Eləsindən olmayacaq. Tam deyənmələm ama tapacağım. Ay kız nakarat çalana bak. Ne olub? Əbülfət. Əbülfət? Asmana bax. Əbülfət buradasa qoşul qaç da. Asmana şərait yerdən qoşul qaç. Mən də sənin əlindən evlənərəm. Sen başın xarabdır. Bu da ne bir haya verdi. Az güclə tapmışam bunu. Yaxşı. Aslıyadı. Sizə bir söz soruşmaq istəyirəm, olar? Mənə? Hə, sizi də. Bəli, buyurun. Bəyəkdə mənə baxışırsınız. Belə, siz subaysınız. Yo, evliyəm. Evli sən nə maraqdamısan bayaqdan? Siz baxıram da mən də. Mən əl axtarıram, baxıram. Sən nə axtarsan? Kül baş, vaxtımı al deyə mənimi. Əşəqə bax deyəm. Selamünaleyküm. Selamünaleyküm. Qəlbinizdə kimsə var? Ujenet. Mənə bax. Su basmış evdə yaşayarsın. Mən tisbağı kimi bir şeyəm. Suda da yaşayaram, quruda da. Onda sən get gəlinliyi giyin, mən də gedəm lötkəyə gətirim. Xüsusi sponsorumuz xoşbəxt anaların seçimi olan dünya brendi Predo'dur. Bütün anaların ən çox narahat edən məsələlərdən biri uşaq bezlərinin düzgün seçilməsidir. Körpəniz üçün uşaq bezi seçərkən nələrə diqqət etməlisiniz? Yanlardakı elastik bantlar uşağın hərəkətinə mane olmasın. Nəmi daha yaxşı obdursun. Körpənizin dərisini tərdən və bişməcədən qorusun, səpdirməsin. Dünyanın 85-dən çox ölkəsində milyonlarla valideyn bu səbəblərə görə körpələri üçün Predo uşaq bezlərini seçir. Predo Baby həyatınızı daha rahat və xoşbəxt etmək üçün uşağınızın qayğısına qalır. Mən Offside mağazasında satıcıyam və məktəblilərimiz üçün Oyal məktəbli ləvazimatları satıram. Məktəblilərimiz bizim məhsulları çox sevərək istifadə edir. Elə ona görə də məşhurlar bizi seçir. Biz də buradayıq. Bu dəqiqə. Xanım, bu dəqiqə Xəzanə xanım. Salamünaleyküm. Salamünaleyküm. Qardaşlarım evlə xoş gəlmisiniz. Çox sağ olun. Deməli qardaş oğlum, mənim 4 mərtəbəli ofisim var. İstəyirəm onun 1-ci mərtəbəsini uşaq bağçası edeyim. Qardaşlar mebeldə uşaq bağçası üçün hər bir şey var. Buyurun. Uşaq bağçası üçün mebellər, tədris stolları
və məktəb partaları. Müəllim, bu bizim dolablarımız, rəngbərəng. Ofis üçün kreslolar, akt zalı üçün oturacaqlar. Modul tipli dörtlü işçi masalarımız, ofis üçün mebellər. Ha, belə kresloda oturub işləməyəsən nə edərsən? Bəli. Göndərin gəlsin. Müəllim, biz Amerikaya da mebel göndərik. Hara göndərək? Ünvan deyəcəm. Xüsusi sponsorumuz Rosko. Rosko ticarət nişanı yeni keyfiyyətlə halal kalbasa və sasis məmulatlarını sizə təqdim edir. Niyyətimiz pörtləmə sasisləri, servelat zakaz, doktorskaya zakaz və bir çox çeşidlərimizlə alıcılarımızı sevindirməyə nail olmaqdır. Tezliklə seçiminizin Rosko olacağına əminik. Rosko, indi yalnız halal. Xüsusi sponsorumuz ASCECO, yəni Azərbaycan Service Company-dir. ASCECO, Visman, Daikin, Grundfos, SP, FFB, Siemens, Danks, Santek kimi qlobal markaların məhsullarının rəsmi tərəfdaşı olaraq birbaşa idxalını təmin edir. Müştərilərinə yüksək keyfiyyət və sərfəli şərtlərlə xidmət təklif edir. Hava idarə etmə qurğuları, kondisionerlər, kombilər, qazanxana sistemləri, çillerlər, isitmə soyutma sistemləri, hətta sənaye və kommersiya nasoslarına qədər axtardığınız hər şeyi ASCECO MMC-də tapa bilərsiniz. Verilişimizin xüsusi sponsoru Natura meyvə şirələridir. Natura şirə və nektarları müasir avadanlıqlarla təchiz edilmiş, Qəbələ konserv zavodunda insan əli dəymədən, tam gigiyenik və avtomatlaşdırılmış şəraitdə istehsal olunur. Müxtəlif çeşidləri ilə hər zövqə uyğun dadlarla təbii ləzzət bəxş edən Natura meyvə şirələri süfrələrinizə ləzzət və rəng qatacaq. Natura, təbiətdən gələn dad. Sponsorumuz Chico. Chico yenə sakit durmadı. Bu dəfə səhnəyə sadəcə çərəz yox, xasiyyət çıxardı. Araxisin cəsarəti, paprikanın şıltaqlığı, kababın nazı, hamısı bir qabda yığışıb deyir ki, biz yeyilməyə yox, xatırlanmağa gəlmişik. O xırt-xırt səs var ha, o sadəcə səs deyil, əhvalın ritmidir. Bir dənə yeyirsən beynin deyir bəsdir, ürəyin deyir bir də. Və sən başa düşürsən ki, bu artıq çərəz deyil, bu bir zəiflikdir. Chico'nun xırt-xırtlı, üstü ləzzət dolu örtülü təzarıq hisslərinə alın dadın ki, anlayasız, bəzi dadlar danışmır, birbaşa ürəyə keçir, orada xırtıldır. Oo, qonşu, nədir yenə evə əli dolu gedirsən? Evə bazarlıq eləyirəm. Özə soruş gör bazarlığı hardan eləyirəm? Hardan eləyirsən? Qonşudakı obadan. Bəyənirsən eləmə obanı? Bəyənirsən nədir? Meyvə tələbəzə kimi oradan anlamayı. Gün işçilərdə güləriz. Deyirsən, yəni gedim evə bazarlığı mən də obadan eləyim? Gecə kimisən? Ay kişi, bazarlığı ged obadan elə, xeyir də qonşuya qalsın. Getdim ey qonşu, getdim. Sağ ol. Aa, hara gedirsən? Böyük futbol var axı. Qonşu kişilərlə, qonşu gildə yığışıb futbola baxacaq. Hərə bir şey alır, mən də dedim, mən də el alım. Sən geyinib-gecinib haraya gedirsən? Bax, sən də evdə yoxsan. Hə. Qonşu arvadlarla qalmışıq bekara. Yığışırıq qeybətə. Mənə baxın. O helləri ver də mənə. Helsiz qeybət olmur. Futbol da helsiz olmur da. Biz futbol çatmırıq bizə. Bildim də, sən alarsan da ver mənə. Gəl gedək sən alacam, gəl. Bu heli qadın da sevir, kişi də sevir. Hamı sevir bu heli. Sponsorumuz Alfa Kromdur. Artıq çəkilən əziyyət çəkirsiniz, şəkər və şirniyyatınızı qala bilmirsiniz, yorğun və halsız olursunuz. Bütün bunlar hamısı maddələr mübadiləsi pozulmasının əlamətləri ola bilər. Amma Alfa Krom köməyinizə çatacaq. Alfa Krom iştaha və şirniyyata meyli azaldır. Artıq biləri xüsusilə də qarın və bel nahiyəsində toplanmış bİ qatlarını əridir, qaraciyəri yağlanmadan qoruyur, maddələr mübadiləsini normallaşdırır. Gündə bir tablet yeməkdən əvvəl qəbul olunur. Alfa Krom, artıq çəkilən azad ol. Bu arada mən özüm də artıq bugündən etibarən başlamışam Alfa Kromdan istifadə etməyə və nəticəni sizlərlə paylaşacağım. Bütün subaylara qismət olsun deyə, amin deyə. Təşəkkür edirik dostlar, bizim səhnələrimizin tərtibatına bizə dəstək olan dostlarımız var, onlara təşəkkürlərimiz var. İstəyirəm onlara oxuyayım. Ümumiyyətlə, musiqi alətləri lazım olanda Kamizixana ailəsinə bizim səhnələrdə bizə heç düşünmədən, çox rahatlıqla alətləri bizə etibar edən Raz musiqi alətlərinə bir gürültü alqışlayım sizdən dostlar. Və təşəkkürümüzü bildiririk. Sağ olun, var olun. Gürlüt səhil dostlarımız bizim. Axçəmə bir gürültü alqışlar istəyirəm. Bizi səhnə geyimlərinə təmin edən Brent House-a bir gürültü alqışlayıram sizdən. Bir geyim partnyorumuz Podium Park Bayer Dənizə bir gürültü alqışlayıram sizdən. Bir gürültü alqışda özünüzə istəyirəm dostlar.
Və kiçik bir məlumatı nəzərə satım ki, yola saldığımız gündən ərzində bizim sevilimimiz Kamizə xanım Əsər bayram olanda biz bunu hamılarla qeyd edirik. Bizim rəssamımız, qrim ustamız Nazlı xanımın ad günüdür. Gəlin Nazlıya bir gürültü alqışlarımızı göndərək. Nazlı, gəl qorxma, qoy görsünlər səni. Nazlı təbrik edirik. 45 yaşı tamam olur Nazlı'nın. Nazlı. Elə demə. Neçə o? 3. 43. Ha, 2 il. 27. Nazlı, bu toydan sənə qismət olsun. Amin. 27 tapanmır, bunu bəyənmir. Nə olub ki bu toya? Nə olub buna? Bəyimiz, gəlinimiz, qovma araba. Mənə kimdə sənətçər oradan. Dostlar, sizdən də sağollaşırıq. Yenə öz vaxtımızda, öz saatımızda sizlə görüşmə ümidi ilə. Çalışın, salamat qalın, sağ olun.